Tabirlik bağlayıcıları. Tabirlik bağlayıcıları bayağı qeyd eləmişdik. Dediyini deyərək, yazıb qeyd edərik ki, yalnız tabirli mürəkkəb cümlənin tərkibində işlənir. Tabirli mürəkkəb cümlənin tərkibində işlənir. Yalnız tabirli mürəkkəb cümlənin tərkibində işlənir. Demək, 4 növü var. Demək, birincisi olacaq səbəb bağlayıcıları. Səbəb bağlayıcıları demək, hansı cümlənin içərisində bir hadisənin səbəbi göstərilirsə, orada səbəb bağlayıcısı işlədə bilirik. Bax, fikir verin. Deyir ki, hansılardır? Çünki, ona görə ki, və yaxud ona görə də, onun üçün ki, ondan ötürü ki, və s. Bunlar oldu səbəb bağlayıcıları. Məsələn, tutaq ki, yazılır ki, uşaq dərsə getmirdi. Uşaq dərsə getmirdi. Çünki nə olmuşdu? Məhəmməd. Deyir, uşaq dərsə getmirdi. Çünki səbəb nədir? Hə. Çünki tətil idi. Pis şeylər fikirləşin. Çünki tətil idi. Başlayalım. Bu cümlədə səbəbi göstərilir. Uşağın dərsə getməməyi nəticədir. Bu da onun səbəbidir. Elə deyil. Bax, bu cümləni biz sadələşdirə də bilirik, bağlayıcını çıxarda bilirik. Məsələn, deyirik ki, sadə cümlədə işlənməz bu bağlayıcı. Tabirlik bağlayıcıları ancaq mürəkkəb cümlədə işlənir. Amma tabirsizlik bağlayıcıları sadə cümlədə də işlənir, mürəkkəb cümlədə də işlənir. Bax, burada deyirik ki, uşaq dərsə getmirdi çünki tətil idi. Bu cümləni sadələşdirsək, bağlayıcı yoxa çıxacaq. İxtisar olunacaq. Deyəcək ki, tətil olduğu üçün uşaq dərsə getmirdi. Görsən? Ona görə ki, yaza bilərik. Bəli, ona görə də yaza bilərik. Bax, səbəbdir də. Uşaq dərsə getmirdi, ona görə ki, tətil idi. Onun üçün ki, tətil idi. Ondan ötürü ki, tətil idi. Başa düşdünüz, bu şəkildə səbəb bağlayıcılarını istifadə edə bilərik. İkinci bağlayıcı növü olacaq şərt bağlayıcısı. Şərt. Şərt bağlayıcıları əgər hərgah, bax, üçüncü bitişik yazılan mürəkkəb bağlayıcını yazdım bura. Əgər hərgah, madam ki, indi ki, bir halda ki və s. Bu bağlayıcılar olacaq şərt bağlayıcılar. Şöyle şərt nədir? Hər hansı bir hərəkətin və hökmün həyata keçirildiyi məqamda demək, orada müəyyən bir şərt irəli sürülür. Bax, məsələn, tutaq ki, deyir ki, əgər yaxşı oxusan, nəticələrin də yaxşı olar. Düzdür? Əgər çox çalışsan, mütləq bəhrəsi olacaq. Görsən, bu şəkildə şərt qoyur da, müəyyən şərt daxilində. Və yaxud deyir ki, madam ki, gəlmişsiniz, içəri gəlin, içəri keçin. Bax, belə deyirik, müəyyən bir şərt daxilində irəli sürülür. Harada ki, əgər bağlayıcı işlənibsə, orada feilin şərt şəklinin saatsə şəklisi və yaxud isə hissəciyinin qısaldılmış forması işlənəcək. İstəyir o həmin cümlədə xəbər, feili xəbər olsun, istəyir ismi xəbər olsun. Heç fərq eləmir. Bax, məsələn, deyirik ki, əgər adamsansa, sev adamları. Demə bu dostundur, o düşmənindir. Neyse, əgər adamsansa, sev adamları. Adam hansı nitqisəsidir? İsim. Qorxma deyil. Adam isimdir, san şəxs sonluğudur, sa isə hissəciyinin qısaldılmış formasıdır. Əgər olan yerdə ya isə hissəciyinin qısaldılmış forması işlənəcək, ya da sasə şəkilcisi işlənəcək. Fiilin şərt şəklinin şəkilcisi. Bax, deyir ki, və yaxud deyir ki, hərgah gec gəlmirsən,
hərgah gec gəlmirsən, məsələn deyir ki, hərgah gec gəlsən, biz gedəcəyik. Bax, hərgah bağlayıcısı işlənir. Sasə şəxs sonluğu, bu da sasə şəkilsi, bu da şəxs sonluğu. Mütləq hərgah əgər bağlayıcılar işlənəndə feilin şərt şəklinin şəkilçisi və yaxud hissəciyinin qısaldılmış forması istifadə olunur. Amma digərlərində olmur. Məsələn, deyirəm ki, indi ki gedirsən, məni də gözlə və yaxud məni də apar. Bax, indi ki gedirsən, məni də apar və yaxud məni də gözlə. Uşaqlar, bağlayıcının üçüncüsü güzəşt bağlayıcısıdır. Bu bir dənə bağlayıcıdır uşaqlar, güzəşt bağlayıcısıdır. Bu hərçənd bağlayıcısıdır uşaqlar, hərçənd ki, qarşılıq güzəşt. Bayaq yadda gəlir, amma ancaq lakin bağlayıcılarından danışırdıq. O amma ancaq lakin bağlayıcılarından danışanda orada nə dedik? Dedik ki, hərəkət və hökm bir-biri ilə qarşılaşdırılır. Bax, bu hərgahın, hərçəndin olduğu cümlələrdə də eyni şeydir. Orada da hərəkət və hökm bir-biri ilə qarşılaşdırılır. Bax, məsələn, deyirik ki, hərçənd çox qoca idi, amma gözləri yaxşı görürdü. Bax, deyirik, hərçənd çox qoca idi, amma gözləri yaxşı görürdü. Fikir verin, bax, hərçəndin olduğu cümlədə amma bağlayıcısı da işlənir.